Cüdoçuların hər məşqi belə bir qədim Yapon ənənəsi ilə başlanır. Milli Azərbaycan güləşində belə salamlaşma mərasimi olmasa da, onu Yapon güləşi ilə birləşdirən cəhətlər çoxdur. Fəndlərin gözlənilməzliyi, rəngarəngliyi, idmançının cəsarəti, dözümü, çevikliyi, məhz bu oxşar keyfiyyətlərinə görə Yapon güləşi respublikamızda geniş yayılıb. Sumqayıt cüdoçuları isə artıq bütün ölkədə tanınırlar. Şəhərdəki cüdo məktəbinə yaxın keçmişin məşhur idmançısı, indi isə Respublika yığma komandasının baş məşqçisi Əhməd Rəcəbli rəhbərliyidir. Rəcəbli qardaşlarının idman nailiyyətləri Sumqayıtlı uşaqlara örnək olub. Əhməd Rəcəblinin kiçik qardaşları Məmməd, Fərhad və Əhəd SSR birinciliklərində dəfələrlə mükafatçılar sırasına çıxıblar. Sumqayıtlı uşaqların cüdoya sonsuz həvəsinin sirri nədədir? Mənim məqsədim seksiyamıza, deməli, idmançılarımızın nail olmadıqları səviyyələrə nail olmaq və gələcəkdə daha böyük nailiyyətlər əldə etməkdir. Bu güləş mənə sağlamlıq, cədlik və güc verir, ona görə də mən deyirəm. Respublikada yaxşı nəticələrə nail olublar. Mən də istəyirəm ki, onlar kimi daha da yaxşı nəticələr göstərim. Bir də ki, uşaqlar yaxşı bilirlər. Onların müəllimi Əhməd Rəcəblinin yetirmələri Respublika yığma komandasında getdikcə möhkəm mövqe qazanırlar.